Sistem ona etiraz edənləri mütləq haqlamaq və məhv etmək istəyir. Sistem insan üçün deyil, əyri niyyətlər üçün bərk ediləndə onun qavrayışları da insani olmur, vəhşicəsinə olur. Bir neçə il əvvəl 3 saylı uşaq evinin sakini olan Məhəmməd Hacıyev adlı bir uşaq həmin uşaq evindəki dəhşətlərə etiraz etmişdi. YouTube'da da onun çıxışı yayılmışdı. Saytlar, kütləvi informasiya vasitələri də bu hadisəyə fokuslanmışdılar. Onu əvvəlcə dəli adlandırmaq istədilər. Ölkənin baş psixiatrı özünə növbəti dəfə müdrik görkəm verərək insafən onun dəli olmadığını bəyan etdi, amma əliyeri də qoydu. Dedi ki, onda cüzi psixoloji pozuntular var, bundan qəm yemək lazım deyil. Ölkə əhalisinin yarısından çoxunda elə bu qədər psixi gərginlik var. Ölkə əhalisinin yarısında niyə bu qədər, yəni baş psixiatrın ərz etdiyi cüzi qədər psixi pozuntu var, bu ayrı məsələdir. Amma hələ o zaman da mən anlaya bilmədim, baş psixiatrın özü də əhalinin həmin o hissəsinə aiddir, yoxsa bu biri yarısına. Söhbət isə bu deyil. Məhəmməd Hacıyev uşaq evində işgəncələrdən danışırdı, yemək çatışmazlığından danışırdı, böyüklərin uşaq evində çıxartdığı başqa hoqqalardan danışırdı. Baş psixiatrın sözü olmasın, ölkənin yarısı Məhəmməd Hacıyevi şantajçı filan kimi adlarla bəzəməyə də hazır idi, amma Məhəmməd sadəcə olaraq bir açıqlama vermişdi ki, uşaq evində uşaqların yeməklərini oğurlayıb satırlar, əvəzində uşaqlarla çox qaba rəftar edirlər. Uşaq evini o zamanlar kimlərsə yoxladılar, kimlərsə üzdən sıyırdılar. Bildiyim qədər orada baş verənlərə görə heç cinayət işi də açılmadı, amma açılmalıydı. Çünki bu yalnız bir nəfərin açıqlaması deyildi. Mən xatırlayıram, şəxsən mənə də orada baş verənlər haqqında müxtəlif şikayətlər olub və mən də danışmışam həmin olaylar barədə. Başqa kütləvi informasiya vasitələrində də ölkədəki uşaq evlərində yeyinti, işgəncə, pis rəftar və sair gözəl faktlar haqqında çoxlu söhbətlər yazılır və deyilir. Üstündən bir neçə il keçib, Məhəmməd Hacıyev böyüyüb, həddi buluğa yetişib və sistem qərarı gəlib ki, həbsxana yaşına çatmış bu detdom uşağını oralara göndərmək lazımdır və 10 il azadlıqdan məhrum etmə cəzası kəsərək göndəriblər həbsxanaya. Həm də elə maddə ilə göndəriblər ki, bütün həyatını məhv etsinlər. Zorlama, azyaşlı ilə cinsi əlaqə maddəsi. Mən bu prosesə Facebookda rast gəldiyim bir yorumla qiymət vermək istəyəcəm. Bu olay barədə yazanlar çoxdur, mən onlardan birini fərqləndirdim. Məhəmməd haqqında yeni məlumatlar onun şər və böhtana məruz qaldığını göstərir. Bu işdə əli olan hamının vicdanına tüpürsünlər. Məhəmmədin vəkili ilə danışdım. Faktlar yetərli deyil, amma bu maddə ilə ölkədə indiyə qədər verilən ən ağır cəzadır, 10 il. Bu uşaq 6 yaşında ögey qardaş tərəfindən uşaq evinə verilib, uzun illər uşaq evində fiziki və psixoloji şiddətə məruz qalıb, nəhayət dözməyib, uşaq evindəki özbaşınalığı ictimailəşdirib, uşaq evinin direktoru Məhəmmədi dəli adlandırıb, yalan dediyini car çəkib, uşaq bundan sonra Biləsuvardakı himayəçi ailəyə təhvil verilib, uşaq evinin direktoru dəyişdirilib. Yeni direktor Məhəmmədi yanına çağırıb, ona sosial kart veriləcəyini, bundan sonra müavinət ala biləcəyini bildirib, sözünə əməl edib. Məhəmməd bunları götürüb Biləsuvardakı yeni ailəsinin yanına geri dönüb. Sonra direktor tərəfindən yenidən Bakıya çağırılıb, uşaq evindəki yoldaşı Ramal itib deyə onun dəstəyinə ehtiyac duyublarmış. Axtarışa dəstək məqsədi ilə Məhəmməd bir müddət uşaq evində qalıb. Gedəndən bir ay sonra isə 3 saylı uşaq evindən polisə şikayət gedib. Məhəmməd uşaq evinin sakini olan 12 yaşlı bir oğlan uşağını zorlayıb deyə. Bundan sonra Məhəmməd Kürdəxanaya gətirilib və 2024-cü ildən bəri uşaq orada cəza çəkir. Bu ay hökm oxunub 10 il. Bu maddə ilə indiyə qədər cinayətkarlara ən çox 7-15 il verilib. Məhəmməd isə bütün yüngülləşdirici hallara, yaşadığı dəhşətli həyata baxmayaraq 10 il cəza çəkməlidir. İddia olunan cinayət törədildiyi vaxta aid kamera görüntüləri istintaqa təqdim olunmayıb. Adətən kamera görüntüləri bir aydan sonra silinir, şikayət də hadisədən bir ay sonra edilib.
bəlkə də zamanlama təsadüfi deyil. Zərər çəkənin heç bir ifadəsi əllə yazılmayıb, çap edilib, uşaq imzalayıb. Ümumiyyətlə, ifadə alınma prosesi qaydalara uyğun aparılmayıb. Uşaqla uzun müddətli reabilitasiya testləri keçirilməli, daha sonra ifadəsi alınmalıydı. Məhəmmədin telefonundakı o dövrə aid bütün VIP zəng dataları silinib, lakin vəkilin dediyinə görə əldə olan anten məlumatlarına əsasən iddia edilən cinayətin törədildiyi vaxt Məhəmmədin telefonu başqa ərazinin şəbəkəsində olub. Məhəmmədin 3 saylı uşaq evində sevdiyi qız olub, bunu hamı bilib. Məhəmmədin yaddaş problemi var, tarixləri yadda saxlaya bilmir. Həmin tarixlərdə məhz nə etdiyini, harda olduğunu dəqiq deyə bilmir. Uşaqların heç biri ilə lazımi qaydada psixoloji ekspertiza aparılmayıb. Prosesdəki aşkar boşluqları görməmək mümkün deyil. Bu, oğlan uşaqlığını yaşamayıb, bu qərar qüvvədə qalsa, gəncliyini də yaşamayacaq. Bu oğlan anadan olandan mənəvi ölümə məhkumdur. Apellyasiya məhkəməsindən ədalətli, vicdanlı, dürüst qərar gözləyirik. Qoy bu uşaq dövlətdən də yetim qalmasın. Belə yazılmışdı Facebookda sizə xatırlatdığım bu yorumda. Amma Məhəmməd dövlətdən yetim qalıb. Azərbaycanda dövlətdən yetim qalan ən azı 9 milyon adam var. Bu da onlardan biri olsun.